daha çağırmayacak derslere bu zeng bizi her zaman böyledecek hasreti kalbimizi. Ah nece kövrelmişik bu ayrılık çağında, yaşa doldum biri mektebin kucağında. Ah nece kövrelmişik bu ayrılık çağında, yaşa doldum biri mektebin kucağında. Son zeng bir seninleyim bir hayat yarışında, seni eşideceğim zirvelerin başında. Son zeng bir seninleyim bir hayat yarışında, seni eşideceğim zirvelerin başında. Son zeng hayata salam, mektebe vidadır. Son zeng bizi sesleyir, bize elvida deyir. Ah nece kövrelmişik bu ayrılık çağında, yaşa doldum birim mektebin kucağında. Ah nece kövrelmişik bu ayrılık çağında, yaşa doldum birim mektebin kucağında. Son zeng bir seninleyim bir hayat yarışında, seni eşideceğim zirvelerin başında. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Mekteb illəri ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mekteb illeri ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi.
Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu. Rəhbərimizlə söz işlərkən orta məktəbinə gedirdik. Təşəkkürlər, getdik tamam. Beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri, en temiz arzulu günleri, en temiz arzulu günleri. Sarhanım salam. Sarhanım mektebi ile sizde bir. Geçen ikinden artık çıkıyor. Salam salam. Tələbələri, şagirdləri buradadır. Gör nə qədər bir maraqlı. Heç çox məktəblərdə, Bakı şəhərində, şəhərində. Mən sənə deyirəm ki, Allah'ın olsun 5 məktəbdə müəllim də bilir. 5 məktəbdə var ya yoxdur bu tədbir. Aslanla yoxdur bu tədbir, belə bir tədbirin keçirilməsi. Hamı rəhbərimizin sayəsində. Mənim gedən kölgədə içəri Abi Rafiq qardaşımızın sayəsində. Şuraya hanı da? Rafiq qardaşımızın böyük yolu var. Çox böyük rolu var. Yaradıcımızdır bu da. Sağ olun. Değerli kızlarımız, hürmetli kızlarımız da bir günleri görsen ki aile başçıları, neneler, hamısı buradalar. Gücünü tökmeye devam ediyorum. Buraya gel. Daha mülkerliyeceğim. Gel. O danışıp Gücünü tökmüyor. Ne derse. Elmanımda şehir değilsiniz, elmanımda. Allah öyle şeyler var. Geçen Burayı issidir. Zabit Qağa bir gün
Oradan zabitdən nə xəbər? Demədi ki. Atasının Sen Şirvan'da olursan ya buralarda. Allah hakkı yolda da rast gelse tanımazdım. Belki de 100 defalarla rast gelir. Yok ben tanımazdım. Kimin yakını var, yani burada da olmayanlar var da yani. Allah rahmet eylesin, onun yakını. Allah səbir versin. Allah hamısı korusun. Hamımıza səbir versin. Allah sabrını güzel Allah. İnşallah yaxşı olar. Ülkemizin komandanı var. Bugün de güçlü bir ordu yarandı. Türkiye'de beraber. Onu da seçtik. Elbette durmayacağız ki olmasa da vətən olmaz. Mümkün. İkisinde Allah hamızın evlatlarına hoşbəxt eləsin. Allah can sağlığı eləsin. Daha şəhid verməyək inşallah. Həmişə məmurun cəsur. Yaşa gideceksen. Nerede sen nerede yaşıyorsun? Bir de oğlum inşallah görüşürüz. Siz bir sonra. Babana götürdüm ben.
zırbır elədi. Başladı. Bir ikinci etaja bıraktılar. Günde işledim, yüzün ödediğim şey var. Ay o şey var. Her gün. Nasıl? Üstünü tut yere. Sen aşağıda tutun yere. Yerden yere yazıp üstünü. Birazdan ben gelmişim, şunu var, gelmişim. Orada yemek yemeden kaçırmak istemiyor. Ah diye. Salatan da böyle. Akşam mecbur yemişim. Yemek kaçırmak istemiyor. Baş bir yer. Çağırın, bana aparatım da var. Ya Allah. Öteki gün masrafı verir, benim işim olur. Ben bir yoldaş var. Alışırdan şunun aracını ne diyeceksin? Hele saksın. Ben oturamazsın. Kalacak. Her bir şey oldu ama neyse böyle bir şey. Sonra başka takmaz. Her zaman Bu kadar hızlı bakıyordu. Akıra geliyor, Direktör resim bağlanır, resim otağında. Bu direktör oturan. buradaydı da. Burada ama burada. Ama burada Hayır. Burada direktör oturuyor. Da orada oturuyor. yarın da, yarın bak bırak koridor. Deməli, bak Afrika resimlerin otağında geliyoruz. 29 nəfərində neçə nəfərdir keçən nəfər? Aycan. Tamam, bir sayma Sen demirəm, sen. Buranın yoldaşı. Ama ben yine sıra kaldı. Ulan bir bana Həmişə səndən soruşurdum bazımda. Qararətində oldu. Bırak kamsam oluyor. Tarih orayı. Komşular, ailesi, uşaqlar, səs verirlər, hamısı oxuyurlar. Salam verir. Kamal diyor artık. Akif. Tamam. Görsen onu dinle. Sen bana Yok, maşallah bir sınıf düzeldi. Düzeldi. Sen bizim mektep okumadın.
Bayaqdan aşağıda öz-özümdə fikirləşirdim. Bir gələndə də dedim ki, keçən dəfəkindən biraz zəifsiniz, azalmışsınız. Arılamışsınız. O mənada. Qaynayıb qırmışsınız. Qaynayıb qırmışsınız. O mənim sözüm. Yani bilmirəm. Deyim, uşaqlar az olanda deyim, nə oldu gəldi qaynatmışsınız? Bir şey qalmaymışam. İndi azalmışsınız. Çox yaxşı ki, müəyyən təşəbbüs göstərir. Keçənləri olmayanları dəvət edərsiniz. Yəni, öz günahlarınızı unudursunuz. Amma onları çıxandan sonra, bax, həmin adamlar keçən dəfə gəlmələr, Zavidə, Suladə, Zəhrada, Rəsmiyyədə, onları çıxandan sonra siz qaynayıb qırmışsınız. Yəni, keçən dəfə iştirak edənlərdən burada iştirak edəməməsi, indi müəyyən qisminin üzülü səbəbdən, müəyyən qisminin o dərsi bilməyən uşağın bəhanələri olur, müəyyən qisminin bəhanələri səbəbindən mən onu da istisna edirəm. İnsan, hamı insan. Onu da istisna edirəm. Qaynayıb qırmışdır. Amma yaxşı ki, bu yoldaşları tapdınız, gətirdiniz, üz-üzə ağırtdınız. Allah'a çox şükür. Bir sinif düzəldi. Bir sinif düzəldi. Sənin yerin orada öldü. Sən deyəsən, ya burada oturun, ya burada oturun. Burada oturun. Pərvanə oturur. Senin yüzün, biz orada oturan yeri indiki yanında. Hər otaqda başqa yerdə oturur. Mən öz sinif, öz dərsini düzəldim. Öz dərsini Yox, mən daha oturmaq istəmirəm. Mən gözüm, insanın o göz yaklaşığı, tamam başqa şeydir. Adam baxırsan, adam o dəqiqə yerini dönürsən ki, hərba bunu görürsən. Bir dəfə yadımdadır, mən dəvət eləmişdim, Sülüsüqədə gəldim. Dərsiniz indi. Mənim dedim ki, mən öz yerimdə oturalım, uşaqlara sormasını bildim ki, qoy otursun orada, qoy otursun öz yerimdə. Ən çox mənə yardımcı olan məqsədlər, yəni nə mənada yardımcı olan, tez-tez gələn Asya müəllimin oğlu Yuvan. Asya müəllimin oğlu, doğru kimyanı çox əla. Vüqar 82-83. 83-də Sizdən sonra 83-də qoyulur. Ondan sonra qəbul olmuşdu. Ondan sonra qəbul oldu. Oxuya-oxuya, hər kanikulda gəlirdi, fevral ayında. Mənim dərslərim o qədər arxivliyim, rahat idim. O gəlirdi, məsələn, bir həftə burada olurdu. Bir həftə mən Gülsenin büfetində otururdum. Arxivl edim ki, özdə tapdım mənimdə bilirdi. Ki, Vüqar orada problem yox. Mənim demədiyim şeyləri uşaqlarına satdırırdı. Yəni, özünün bildiyi müəyyən şeylər. O vaxtdan bizim əlimdə... Vüqar Həsənov idi. Həsənov. Yox, Əbil. Vüqar Həsənov da var. Yox, Həsənov Asya Həsənov. Əbil oldu. Özbək Əbil oldu. Nişan. Əbil oldu. Bizim işə. Əbil oldu. Nizar var. Sonra bir bazılar da vardı. Lalə. Lala. Əslində Lala idi ya. Çünki nənəsi Lala idi. Müəllim, sizə qulaq asmırlar, dərsə qulaq asmırlar, danışırlar yerdə. Yox, darıxmır. Sarıqanova demişəm, Altıyla oturma dedi, gətirəcək, görəcək. Aman verin, daha çox. Bilirsiniz, bu yığıncağımızın əhəmiyyətləri. Mənim üçün əhəmiyyəti oldu ki, məni zamanlaşdırır. Allah sağ olun. Özüm üçün deyirəm, açıq deyirəm, keçən dəfə də deymişdim. Mən bir həftə bundan qabaq o çiçi paltarımı bitirləndirib hazırlamışdım. Geçsin demişkən. Yəni, bilirsiniz, doğrudan zəqəyəm. İnsanın xüsusiyyəti. Bilir ki, məsələn, filan gün filan yerə gedəcək, onda bir 3-4 para almış həmin günlərdə də həmişə çalışır ki, əhval-vəzi yapışır. Bax, mənim bu neçə günlərdə əhval-vəzi yaxşı olan bir səbəbkarda sizsiniz. Yəni, siz ki, hər dəfə mənim evi dəvət edirsiniz, o yoldaşlarına keçsin.
14-də sizdən 2 il qabaq məktəbi qurtaranmış olaq. 2 il sizdən qalır. 8-ci ildə məktəbi qurtaranmış uşaqlar qeyrət eləmişlər. Sağ olsunlar. Onlar da sizin fərqlər olursun. Bilirsiniz, keçən bir əxlaq qafilə edilməyim. Təxmin bir maraqlı xüsusiyyəti var. O bilirdi ki, hansı işin kim göndərilir. O birinin çox olur, birini çox sevir, çox istəyir də. Anası da həmişə deyir ki, sən niyə ögey doğmalar edirsən bu uşaqların arasında? Sən ikisi də sənin oğlunda, yetişirlər maşallah 15-16 yaşında. Deyir, bu dəqiqə mən səhədləyəcəm. Bunların evlərinin qabağından bir karvan yolu keçirmiş. Karvan yolu. Görün, uzaqdan karvan keçir. Oğlunun birini o istəmədiyi də, arvad demişkən istəmədiyi oğlunu göndərir ki, ged gör, nədə olur ki, o keçən nədir? Gedir, gəlir ki, karvan. Deyir, bəs maraqlanma, onun haradan gəlir, hara gedir? Deyir, bu dəqiqə gedib soruşur, qaça gedir. Soruşur, qaydır gəlir. Deyir, heç maraqlanmadı ki, nə aparırsan, nə gətirirsən, qaydamda nə gətirəcəksən. Gəl, deyir, hə, atı bu dəqiqə, arvad da sevinir bu əməkə, deyir, bax, görsən nə bu yolu aşağıdır. Deyir, hə, o da soğukla çağırır. Çağırır, deyir ki, bala, ged gör o keçənləri. Gedir, bir xeyla ləngir qaydır gəlir, deyir, nə gördün? Deyir, karvanlı gedir, Dəməşqdən gəlir, nə bilim, falan yerə gedir. Yükləri fındıqdır, qaydanda qoz gətirəcək. Lazım olsa bizim kətdə də lövbər salacaqlar, o qozdan ala bilir. Deyir, arvad, indi gördüm mən niyə onunla xoşum gəlir. Bax, bir dəfə gedib gəlməklə bütün məlumatları aldı. Amma bunu mən o məlumatları toplamadan ötürü 4 dəfə göndərdim, getdi qayıtdı gəldi. İndi ona görə də yadımızda bir şey qalsın ki, insan bizən tək təhsil almaqla sabahlanmır. Elm insana çox yolu kömək edir. Çox yolu. Mən onu danmıram, heç vaxtda danmamışam. Amma dünya görüşünün formalaşması insanı bəzən çox böyük bəlalardan tutar. Təcrübə başa şeydir. Elm başara bilmədiyi şeylər dünya görüşündə həll oluna bilir. İndi ona görə insan, hər tərəfli inkişaf etmiş insan, ona deyir, ona həm elm olsun, böyük dünya görüşü. Şimdi Allah'a çok şükür ki, benden tamam var bunu gelmişsiniz, dağımıza gününe. 53 məndən 63. Burada gəlirsiniz. Mən hasansa dayansam, gəlirsiniz. Sözümdən aldık. Allah'tan nasıl, ne olan nasıl? Allah eləməsin, aynen. Her şey Allah eləməsin. Allah eləməsin. Bizim arzumuz diyor. Ama lazım bildiği yerdə eləsin. Sizi bilirsən, təklikdə ola bilsin kimisə görəndə, elə salınlaşıb kesirsən, salınlaşıb bilirsən ki, kəsində bizim məktəbdə oxuyur. Amma kollektiv görüşməyin ləzzəti, sonra onun əhəmiyyəti tamam başqa. Doğrudan başqa. Kollektiv görüşməyin ən vacib, bu əhlər lafı soruşuyormuş, onlar orada qalırlar, dedim, söhbət edirlər, qoyuləsinlər. O vaxtı biz, mən də bilərsiniz, şahid olmuşam. Bilərsiniz, mən məhlum olmuşam, yox, mən də şahid olmuşam. Çünki Allah qismət edib, mən o məktəbdə direktor olmuşam. Yəni, öz qutardığım məktəbdə direktorda işləmişəm. Deməli, burada 94-də qədər işlədim. 94-də qədər. Daha doğrusu 90-dan sonra gəldik, getdik, işlədik. O üçün kesin bir şey yoxdur şimdi. Amma gözünüzün qabağında olan şey. İsa bəyərdə, İsa. 90-dan sonrasına işləyirdin onda mən. Ondan sonrasına dərs oldu. Yəni, sistemi bütün sahələrdə, təhsildə yox, boş sahələrdə. Mən təmsil edirəm. Boşluq olur. Son vaxtı biz mən gələndə bura, 94-cü ildə artıq, baxdım ki, bir ayın əmək haqqına mən bir maşının bir bak benzin edir. Bir ayaqqabıda dalma olmurdu, bəli, çox. Bir ayın əmək haqqı alırdım, bir bak dolduranda sonra özümüzün qalır. Baxdım, dedim mən ona. Təhsil tutardım, bəs. Sınava gəlmişəm, tuğla. 5 ildən tuğla tutmuşam. 99-cu ildə
ildə, amma çox sağ olsun ki, məni bazara qoydu. Mən bazarda çıxıyorum, mümkün deyil, onu aldı başqa işlər. Çünki özlə demişdim, dedim, mən bazar adamı bilirəm, hayır, bilirsən mən. Dedi, yox, Toçkalar mağazalar var, dedi, bilirsən, neyse, sözüm ondan deyil. Ama 99'da geldi gördük ki artık tesiri var, iştahlar çəkdim var. Geldim, öz məktəbimizə gəldim. 2000 məktəbi, o məktəb olarmış. Paşa müəllimliyində tarif olmuş, olmuş. Paşa müəllim o məktəbin direktörü. Gəldim, dedim, Avustayı. Dedim ki, məsələdə iş musiqi müəllim. Dedim, bak, o iş verlərəm, ancaq müəllim yox, Zavuşdur. Yox, keşke olacaq, amma Zavuş. Götürmək sizin daha sağ. Həm də dedim, mənim Zavuş yerim var. Bizim bir müəllimimiz var, Zavuş. Nə üçün? Həmin ildən 99-cu ildən qalqın o məktəbdə Zavuş deyil, dərs edirdi. Kətdən çox uşaqlar gəlib, yəni hazırda. Xırsonovqadan daha çox gəliblər. Kəndimizdən də gəliblər. Hazırlığa gəlir. O günlərin hamısında nəticə əldə edilir. Yəni kim yapar? Hamısı gəlib. Məlumatı var. Nəticə. Hətta Hazbabirdən də gəlib. Elə onlar da bizdə oxuyan uşaqlar idi. Orada yaşayır. Onu mən bilirdim. Mən onu bilirdim ki, orada gönəldə aldım. Məsələn, orada Bandener Gəlbiyəmiş müəllim. Hazbabirdə Asəfdir. Onun oğlu. Qardaşlar var. Oğlu. İskəndəri. İskəndər Səidə baş qardaş idi onlar. Səidə gəldi, Nuranə, Fuad, Səidə. Onlar yox, oğlan. İskəndər Səidənin bacısı qardaş. Ümumi verirdi, yaxşı sədəsə bulanır. Gəldi bu, bir dəfə, 2 dəfə, 4 dəfə, dərsdə danışmalı. O zaman Əhmədov. Hazbabirdən Geri bilirsən ama, bunu mən deyəmişəm, xaliş edirəm, əsərləşdirmiş. Onun gəlməmiş onlar. Gəlmədi, dedi mən, yaxşı oldu ki, gəlib. Çünki bizdən adam əsərləşəndə o birilərə də təsir edir, digər uşaqlar. O vaxtdan qaldım mən o işlədim. 2005-ci ildə bu Paşa müəllim getdi təhsil şöbəsinin müdürlüyü, o Camolu gələndə, Mərdan müəllim gələndə, o getdi təhsil şöbəsinin müdürlüyü, mən qaldım məktəbə. 2000'lər məktəbdə 3 il yarım məktəb direktörü işlədim. Sonra 1 il işlədim. Bir hadisə oldu, neysə indi qaldım. Elə müəllim işlədim də, yəni orada həmin məktəbdə. Sonra yenə də Mərdan müəllim sağladı ki, bəs 4 nömrəli məktəb. Ondan 4 nömrəli məktəb təsəvvür etmişdi. Onda Gülrə müəllim, Həsənov sizin müavininiz işləyir, Qılay müəllim. Bəli. Hayla onun mən vaxtımda müavin. Hadi yəni sizin müavin. O bir məsələsi. Bəli. Həsənov vilayət. Sonra Həsənov vilayətində mən daha doğrusu mən dəstəklədim. Mən namizəd kimi gəlir sürdüm Paşa müəllimə ki, göndər 14 nömrə. Vilayət mənim 2 ay 14 nömrə məktəbdə direktor oldu. Bizdə zavus edib, göndərdik ona. Getdi, qayıtdı, göndərdi, dedi o, mən burada işləyəm. Sadəlif adam. Mən burada işləyəm, göndərdim. Bilirsən, direktor işləməkdən ötürü elm lazımdır. Ümumiyyətlə rəhbər işləməkdən ötürü. İdarəçilik lazım. İdarəçilik elmi lazımdır. İdarəçilik elmi lazımdır. Yəni, bilirsiniz, məktəb, məsələn, mən kimyanı bilməyimin məktəb direktoru olmağıma o qədər də böyük təsir oldu. Məktəb direktoru olmaqdan ötürü insan biraz loyal deyək də, loyal insanlar deyirlər. Cəmiyyət içərisində fəal olmaq. Ondan da başqa, bilirsən necə olmaq lazım deyil? Psixolog. Psixolog olmaq da başqa. O bir şey deyəcəm, bir də babi dəqiq tapır bunu. Oxşarını tapacaq, o loyal sözünün oxşarını tapacaq sizə. Bilirsən, bizdən biri əsərləşən olmaqsan da, yəni kimsə səni qanun qaralıdırsa və ya kimsə nəyəsə düz eləməyibsə, eləməyibsə, ona qarşı birdən birə kəskin hərəkət. Məsələn, bu bir şey deyim sizə, misal çəkəcəm, bu da ediləcəksiniz. Gülbala müəllim eşitmişsiniz. Şirvan şəhəri 100 illik olacaq bu yaxınlarda, onun 100 illiyi kesiləcək, çox məmnun edir. Mənim məktəb direktorum olub.
6-cı sinifdən oxuyur, 7-ci sinifdə keçən qədər o mənim məktəb dərsi. Uşaq və oğul müəllim dərsə keçsin, xoş gələn şey. Ən azı gələn şeydir, hamı da bilir. Bizim müəllim indi biz durmuşuq uşaqların qarşısında, indi uşaqlar qarşılıyıq da, indi o vaxt deyir sıraya yox idi. Sıraya düzəlsin deyirsiniz, o gəlib keçirlər, nə indi? Onu keçdi, indi zəng vurulub, deyir durmuşuq. Direktor deyir, salmış deyir ki, dərsi olmayan müəllimlər deyir, durmuşuq deyir, bir dənə gəlir, məsələn 5 dəqiqə, 10 dəqiqə keçir. Biz özümüzə fikirləşirik ki, valla müəllim edim, ona avırılmazaq. Görürdür, sorunlaşırdı bundan, hə, nə var, yox ya, keç, tezələ keç. Getdi dərsini keçdi, fikirləşirdi ki, niyə buna heç nə deməz bax? Biz gözlüyürdük ki, dişinin dibindən çıxanı buna deyəcək. Həmin günü ümumiyyətlə deyir, heç nə deyir. Səhər gün deyir, görürdük ki, əmin adamı çağırıb otaqla. Ki, dünən gecikmişdir, xeyr ola, olmuş, nəsə bəlkə bir hadisə baş verir, bizim xəbərimiz yox. Bilirsən, insanlarla işləmək, insanların psixolog sözü indi gəlir. Həm səbirli olmaq lazımdır, həm də gərək insanların psixologiyasını biləsən. İnsanın da qeydinə, sən oraya rəhbər qoyublar, o demək deyil ki, sən bir anekdot yazma düşdü, deyəcəm ona. Bir yerə işə, uzun müddət işsiz qalan adam gəlib işləyir, bir yerdə işləyir. Şimdi yoldaşım bundan soruşur ki, sən nə işləyirsən? Deyir, ay nə işləyirsən? Fəhərə işləyirəm də. Deyir, ay bir Nemes oğlu deyir, bir brigadirimiz var deyir. Ştayn deyə amrımıza həyəm olsun tökülür. Bir ayağım Nemes öyle deyir, o Naxçıvanlıdır deyir. Şteyn demək istəyir o. Ştayn, bir ay nə deyəcəm Nemes'in deyir. Film ayağım Nemes'e çok koyulur, Nemes'i koyulur deyir. Söhbət təksə adam işlətməkdən asılır. Ona görə da sözünə Taftım mənim bilirdi, hansı iş kimə yapışmaq lazım. Kolxozdan xəbər gəlirdi ki, filan bir qadın batım gözündən seyretmə eləmək lazımdır. Katib gələcək, ora, məsələn, günortadan sonrasa, ora baxış keçiriləcək. Bir qadını tanıyıb, sədini tanıyıb, yamansın insan. Pərviz müəllim, Gülbürzə müəllim, Əqib müəllim. Gəlmir, çağırırdı bizi. Gedin, filan sinifləri götürür, aparır həmin sahilə. Həmin yeri, təmizliyon qayırır gəlir. O özü getmirdi, artıq bilirdi ki, bu müəllimlər gediblərsə, ora, o iş görülüb qaydasında gələcək. Ona görə də, keçən dəfə dedim, onu ya, o qız uşaqlarına görüşəndə dedim. Tapdım müəllimin dərsdə oturma qabilir, xüsusiyyəti var idi də, bir gün. Biz, keçən müəllim gəlmişəm mən, bir gün gəldim. Gördüm, dörsün keçdim, nəyəsə. Üstünə bir gün keçdim, bir dəfə də gəldi. Gəldi. Sonradan mən aralanım, dedim ki, hamı dedi ki, öyle bütün dərslərimizə gəlir. 2 dəfədən sonra da gəlmədi. Sonra soruşdum ki, mənim üstün dərsüzə gəlir olub. Bakşam da üstün dərsüzə gəlir. Girdim, tapdım məlimin yanına. Zaman çox edim, onunla mən 21 yaşım var idi mən məktəbə gəlir. 22 yaşım var idi. 22 yaşım var idi, məktəbə mənim işləməyə gəlmişdim. 75-ci ildə, 53 təvəllüddə adam, 75-ci ildə mən mənim işləyirdim sentyabra. Girdim, tapdım mənim yanına, aşağıda otağı var idi, yazıya gəlir. Dedi, gəl, nə olur? Harasa gelmək istəyirsin, dedim, yoxdur. Mənim işim var, dərsim yoxdur, boşam. Dedim, mənim dərsimə daha gəlmirsiniz. Dedim, mən biləm ki, dərsinə gəlmək lazımdır. Sən gel başımıza, o dərsim bir kəlmə. Dedim, mən biləm ki, dərsinə gəlmək lazımdır. Mən özümü təqdirəm ama o kollektiv ki, yaranmışdı, həmin dövrün müəllim kollektivi. Onlar doğrudan da işləmək üçün yaranmışdılar. Onlar rəsmiyə deyir ki, onu biz niyə? İndi uşaq dövmək yoxdur. İndi deyəndə mən hələ bir 10 il buna qavadan danışıram. Mən 1 il müəllim işlərində 1 il. Deməli, 2 il məktəbə gəldim, sağ olsun oldum. Orada da dərslərim müəllimə özüm seçib götürdüm sinifləri. Amma 1 il ümumiyyətlə dərs demişəm. Gündə 6 saat dərsə gedirdim. Dərsim çox oldu. Həmin müddətdə baxdım ki, yox.
olmuş. Həm uşaq dəyişir, həm valideyn dəyişir. Bu təxminən eləyirdi, bilirsən, 2009-un sentyabrından 2010-un fevralına qədər mən demişdim. 2010-un fevralından sonra mən məktəbə gitmişdim. Onu da gördüm ki, yox. Çünki birisi nəfərdir, uşaq ki, böyüləndə, valideyn gəlir sənə iraqqa, ki, mənim uşağımı niyə böyüdü səni? Onda o müəllim dedi, mənim uşağım dedi. Sənin mənə hələ bunlarında qədər məktəbdə mən uşağımı niyə böyüdmüşsən səbəbi ilə gələn valideyn görmüşəm bu məktəbdən başlayır. Mən onu görmüşəm. Ona görə biz həvəslə işləmişik. Keçən dəfə uşaqlarla danışdım, sizə də olabilirsin danışmışam, təkrar bilin anası. Kim bilmir, qoy gedin deyəsin. Deməli, uşaq saxlamışam. Belə bir qaydamız var idi, ev müəllimlər ikinci qarşısında. Uşaq saxlayırım, ev müəllim işi oldu. Çıxır oradan yavaş-yavaş gəlir, gördüm mən də uşaq saxlamışam. Qapının tübütü bəyə çəkirirdi üstündə. Çıxırdım, sağ olmuşdum, yol geçdim. Sonra dedim, uşaq saxlamışam. Özümün də evdə bağ çəkmişim. Mən evdə gözləyirəm. Mən bu uşağı bıraxım ki, gəl bunları al mənim əlimdən. Gəlir, mən sağımın duram, gələn dəfə bunlar bütün dərsləri həmsi bölgənəzələr. Onlara uşaqlara bir minnət qoydu ki, qurban olsun sənə. Yəni bu qarşılığı bizim aramızda olub. Sizin takdiriniz Həvər deyirəm, bizim aramızda qarşılığı olub birisi. Gəl uşaq saxlamışam burada, otaqda. Axşamcan həmsi orada sərli olurdu, vaxtın vaxtı doğrunda, gün bu tərəfə keçən, o tərəfə keçən olurdu. 4-5 nəfər uşaq deyil, otururlar, tapşırma qoyulmuşam, eləməlidirlər. Onu yediyib, mənə danışmasalar evə getdim. Qış vaxtıdır, havada tez qaralan vaxt idi, mal heyvan gəlir. Mal heyvan, nabata gündənlər var da, mal heyvan gəlir. Üzün istəyirəm olmasın, dedim, valla, Allah da nə qədər də hörməti üçün. İndi o Allah dananın biri evə girməsə, məsələn, Allah rəhmət etsin, yılaq kişinin həyatına girməsə o dana, gəlib yapışacaq o nabata gedən kimdirsə, onun yoxasını ki, mənim Allah tanımlarını gəlməyib, bax, səni vermişdim səni səndə. Dedim, hayır, köpək uşağı, sizi axtaran yoxdur. Saat 2-də məktəbdir, qutarır, nə bilim, 2-in yarısında məktəb qutarır. Siz saat 5 şey, Aladana qapıya gedir, evə gedir, sizi axtaran yoxdur, evet. Yəni, uşaqlar bilirdilər, onun qonşunun gəlirlər, gözümüzə mənim, saxlayıb, hər yaxşı nəzər edirlər, o bilir nə yoxdur. Yəni, belə bir hususiyyə var idi. Mən özüm, biraz o zaman vaxtında, üzr istəyirəm, hamursan, övlad olana qədər var edən adam biraz qəddar olur. Övladlar olandan sonrası biraz yumuşatırsan, dostlar qalsın görür. İndi hamurun başına gələn bir şeydir bu, təbii ki. Mən məktəbimizdə, 2 nömrəli məktəbdə, pedagog şurada deyil. Məktəb direktör işləyirdim, pedagog şurada. Deyirdim ki, sən də hər şeyi çəkmək olur. Abi bir defa ay yok. Yüz olanlar sonra her zaman sonra davet gelir. Ama kurban olar, bir de sakladı bizi sınıfta. Şimdi dedi ki, sizi bırakıyoruz ama o da salonda kalır da. Saat 4-5'li, dedim ki ben var, evde geçeyim, yok bir şey yok, yapalım alayım. Sözümüz var. Onu onlar da deyə bilərlər ki, biz keçən dəfə olmamışıq. Onlar da özən. Mən onu bırakıram özür. Amma mən ümumi bir söz deyim hamıda. Gəl, buyur. Keçən dəfə gəlirsən danış.
Bir şey değil. Bunu gəlin, əgər imkan varsa, bir gün məktəb vaxtına salın, dərs vaxtına salın. Əgər imkan varsa. Növbəti ilə qaldı da bu. Hətta növbəti. Ümidlə yaşamaq bilirsiniz, hə? O, Jack London'un Həyat Eşqi adlı bir hekayəsi var. Bir hekayədir. Bu açsızlar çöllərdə, nə bilim, Kanada həyatından bilsəsən, Şimali Amerika həyatından deyil. Canavarla boğuşması. Onun üzr istəyirəm, söz kəsən var, gözəl hekayələri var. İndi həyat hekayəsi var, Bradiak seririn avarları. Ay, Çox gözəl yazısı var. Həyat eşqində deməli dənizə canavatda hamı ki, su olan yerə satsan, orada məni xilas edən olacaq. Tək qalıb, yanında da bir yaralı canavar sürülür. O da yaralıdır. Nə onun buna hücum edib can almaq imkanı yoxdur ki, bunu yesin. İnsanın da elə bir taqəti yoxdur ki, bu canavar yanaşa sürünürlər. Bıraxırlar talihin hökmünə ki, hansı ölər-ölərdə birinci hansı ölsə, get-gedə də yolları yaxınlaşır. Get-gedə yanaşa sürünürlər. Paralel düz xəttdə ölər. Elə bir xəttdir ki, onlar get-gedə yaxınlaşırlar. Məqam elə bir məqam gəlir çatır ki, bunlar yaxınlaşırlar, bir-birinə nəfəslərini istəyir. Bu adam ağzını atıb canavarın boğazından elə yapışır ki, yəni son nəfəsi də o özü öləcək. Onun dilindən yazılır, amma Jack London. Bu, bilirsiniz, şairlərin yazılarına belə bir təsvir etmək qabiliyyəti bizimki kimi gözlü olar ki, deyir, mən onda hiss elədim ki, canıma can gəlir. Deməli, o qan içində şey daxil, qan kimi onun ağzına axmağa başlayır, canavarın qanı, onun ağzına axmağa başlayır. Deyir, hiss elədim, canıma can gəlir, gözlərim işıqlandı, ümidim çoxaldı, ümidim artdı. Mən ümidin üstündən gətirdim misalı. Bu ildən növbətində ümid saxlamaqdan ötürü gəlir, təmin edəyək ki, ümid yerim bu ayağın may ayında edəyək. Mayda təsirin hələ özdə laf imkan varsa əvvəlində deyil. Laf aprelin sonunda deyil. Elə vaxt olsun ki, dərs vaxtı olsun. Bilirsiniz, bu vaxtı məktəbi tutaran uşaqlar bizim məktəbə gəlində 300-400 bir yerdə tapıb o dəqiqə salırdı onun sinirlərini salırdı. Buyur. 300-400 bir yerdə tutan kimi tək-tək olanda o effekti vermir. Amma 300-400 bir yerdə olan kimi gətirib verəcək sinifin qarşısına çıxardı. Onlar da sizi kimi baxdınız. Onun o stimulu yaratma imkanı sözdən və yaxud danışıqdan çox, laf çoxdur. O adam, kim ki oxumaq istəyən, istəyən arzusunda olanlar var, oxumaq arzusunda olanlar var. Onlar artıq fikirləşirlər ki, Rafi qarşımızda da 3 il bundan qabaq bu məktəbdə oxuyurdu. Amma indi tələbədir. Keçən dəfə zabit dedi ki, Hazbəbirdən tutmuş dedi, Osmanlıya gedir, hamısının ön yeri bu olmadı. İndi o məsələ çevrilib o sözləri. Özü də elə sınırlı gördünüz ki, mən sözləri oxumuşam. Amma siz nə bildim? Oxumayın. Yoxlardan oturmayın. Amma gördünüz ki, nə əhvallıqıya. Onun sözünə hamıdan çox onun sözünə biz o çörək yiyəndə zaten dedi 19 il oxumuşaq, mən 9 il oxumuşaq. Neçə adamlar, hamı gəlir mənə deyir ki, mən səndən oxumuşam. Bu zaman uşaq, biri zaman uşaq deyil. Biri də məndən 10 il yaşlıdır. Deyir, mən səndən oxumuşam. Deyir, sonra yapmaq üstlərdən 19 il oxumuşam. Bir daha oxuyacaq da mənimlə. İndi onun o məsələ sözləri öldürdük o dəqiqə. İndi sizin də var, nə təklifləriniz var, nə sözünüz varsa, buradan Rafiq Eli, Mais Rafiq Nəbi, bunlar təşkilat işləri bunlar görürlər. Bundan sonra bir yemək məclisinə düzəldirlər. O yemək məclisi də elə bir yerdədir ki, orada daimi toy edirlər.
Yəni o istirahət mərkəzidir. Məsələn, mənim ailə xırda tədbirimiz olanda, uşaqların hansı saatlı olanda yığışıb oraya gedir. Gözəl yollar burada Şam qalısında da elə. Şam qalısı burada elə bilərdir. Elə bir şərait yaradırlar ki orada. Elə bir hoppaların harada. Adam başlıyor. Baş görsün, baxır ki, bu mədəniyyətlərin səbəbi o deyil, söz deməyə adam axtarır. Ne var görüm, bu savadlılar dinlenmir, həmişə bir savad özlatında olan. Vallahi bu günləri mənim üçün çox xoş gündür. Allah hamd olsun bu uşaqların hamısını, qızlarımızı, Pərvanəni, mən qiyməti görmək istəyərdim, uşaqlarımızın çoxunu görmək istəyərdim. Allah hamının canı sağ eləsin, yaxşı ki varsınız, Allah sizi var eləsin. Sıramızda olmayan, o dünyasını dəyişən sinif yoldaşlarımıza da Allah'tan rəhmət edin. Yenə, qalanlara can sağlığı versin, valla mən üçün çox xoş oldu, biraz nəsə danışa biləcəm. Təşəkkür edirəm hamımıza bu məclisə gəldiyinizə görə. Sağ olun. Zabit zəng eləyib, hamımıza salamını çatdırır. Zabit, buyurun. Zabit. Sirməkə məlimi ötürəm, bağırma başlamaq. Sağ ol, sağ ol. Bütün başlarımı, qardaşlarımı hamısına can sağlığı arzu edirəm. Arzu edirəm ki, illər belə təşkil olursa, üzünün səbəbi görə mən gələ bilməz, mənim əmimizi buyuraq getkidir. Allah rəhmət edin. Başımızda qarşıdır. Mən hamımızı can sağlığı, uzun ömür arzu edirəm, hamımızda. Bağlarımızın xeyrini, bərəkətini görəsin. İnşallah Sevdə bacımın balasının soyunda orada bir yerde oturalım. İnşallah. Arzu tutmuyorsak, görürsən, hə? Hükümüzə məlbi nəbi, sən məlbdə mənim arzuda onun üzündən ötürəm. Mənim gözüm üstə. Baş üstə. Günümüzdə müəllim xüsusilə sənin adını çəkdi. Burada vurğuladı. O çıxışların var. Bax, yerin üzə görünür yavaş-yavaş. Hələ gedirik restorana. Görəm o olacaq. Allah sizi hamınızı var eləsin. Həmişə belə bir yerdə olun. Allah ömür versin. Həmişə. Sağ ol, abi. İnşallah görüşərik. Oldu. Mən görmədiklərimizi hamıdan salamını yetir, öpürəm hamını. Hə, Allah görmədiyiniz çox adamlar var. Sağ ol, sağ ol. Mən də öpürəm, özünə müğayət ol. Hə, hakim, buyur. Mən bugün burada ilk dəfədir. Özümdən burada... Ha, burada Sevdadır. Bir neçə nəfər ikinci dəfəndə qalanlar elə. Yoldaşlar da ilk dəfə görə mən sağ olsun, bu təşəbbüsü mənə gəlsinlər, salih deyir. Sağ olsun. Mən neçə illərdir sözünüzü, indi arada bunları gördüm, Sevdan heç görməmişim. Bəlkə də 78-də bir partada da oturmuş orada. Ay, mən 8-də bir yerdə olmuşum. Bugün mən çox belə deyim, qürur verdi, sevindim, belə şad oldum ki, belə dərslərini gördüm. Mən yenə burada Salih ilə Elsə təşəkkür edirəm ki, məni bugün buraya gətiriblər, bu yoldaşları da gördüm. Əfəndimiz adı məsələ görmüş, uşaqda bir yerdə olmuşum. Bu bir yerdə böyümüşüm. Mən bugün buradakı bu xoşbəxtliyimi heç bir Bayaq mən denizdə ömrümüzü aldım. Allah hamıya can sağ versin. Həmişə belə deyim, mehriban. Hər ildə gəlib bir-birinci yazına çıxartmayır. Mən bu təşəbbüsü dəfələrlə demişdim mən. Salihə, Familə da deyim ki, Surətə da deyim, onları yoxdur. Gəlməyiblər əsər. Gəlmə, gəl bir dəfə yığışaq bir yerə. Görsən, Allah qalanlara can sağ versin. Bağlarının şadlığına yığışaq. Ölənlərimizə Allah rəhmət eləsin. Var dünyası dəyişənlərimiz var, bilirlər, o vaxtda məlumatımız var. Allah eləsin, yer həqiqi də sayımız artsın. Amin. Allah da bundan sonra nə nəticə elə bu illərdə artıq düzdür. 7-8 nəfər keçən dəfə gündən əskidir. Amma əvəzinə varsa adamlar var. Keçən dəfə 22 nəfər idi. 22 nəfər. Keçən dəfə 22 nəfər. Əvvəla sözümü 22 nəfər buraya. Mən sadəcə təşəkkür eləmək istəyirəm. Təşəkkür eləmək istəyirəm kimə? Təşəkkür eləmək istəyirəm müəllimimizə. Ki, həmişə bizi dəstəkləyib, həmişə yanımızda olub, əlaqə saxlamışıq həm belə görüşlərdə, həm də ki, digər, məsələn, telefon danışıqlarında dəstəkləyib, mühüm məsləhətləri veribdir. Təşəkkür eləmək istəyirəm xanımlara, hər birimizə. Doğrudan da zəhmət çəkirsiniz, gəlirsiniz. Basudaba xanım, Sələdə xanım, Rəsmi xanım, Qəlbana xanım. Buyur qoşuldular. Hər bir evin xanımlar, danışıqlar içində açıq. Xanımların ikisi ilə bir də Qəlbana xanımla danışdım da ki, çox sevindim.
Deməzdim ki, gözləmirdim, ancaq bilirdim ki, biz eyni bir oluq. Daxil eləmək istəmirsiniz. Sonradan nəsə qurma qanunu. Telefon məsələsi. Qrupda idi, nəsə telefon məsələsi gəlib nəzərə alırdım. Mən yadımdadır. Təklif gəldi ki, Pərvanə qurma həyatda olsun. Bir də təşəkkür eləməklə digərlərinə, həmin xanımlar ki, Sevda xanım. Bilirsiniz, bax, ayda bir dəfədə kiminsə səsini eşidirik. Məsələn, üzr istəyirəm, Əlfairin ildə bir dəfə səsini eşidirik, o da ad günündə. Qrup onu təbrik edir, o da təbii ki, ona cavab verir. Amma ondan bir-iki dəfə xətti geçsin. Mənim çox məşğul adam. Bilirəm, də işi çox məşğul adam. Bu günləri bilmişəm ki, onun işi çox böyük dərəcədə. Biz gələcəkdir, məndən asıl. Zavidə xanımın söhbəti keçən də var idi. Maiz səfərlik elədi. Biz demişdik, Rafiq demişdik ki, ona. Zaten, geçişdi ona belə. Yenə də hər birimizə, bütün oğlanlara, uşaqlar görüyor. Uşaqlar yaxşı. Uşaqlara ki, yəni iştirak edirlər, dəstəkləyirlər. Bir də xahiş edərdim, qrupda biraz aktiv olar, yazırıq. Sağ olun da bilirəm, hamı işdən məşğuldur. Bilirsə qrup vardır. Nə biçim var? Nə biçim? Haq deyirəm. Nəbinin bir gündəki danışığın mənim, danışığın hesabladım 20 dəqiqə. Adam var, ona mən mücadele edəcəm. Xırda, kəndi 20 dəqiqəni kəsəcəm. Gümrüzə mənim təklif var ki, yazılanlar o qədər yazırlar ki, abim deməyəcəm. Onların qabını şey yoxurlar. Şu 8 dəqiqə səs öldürərlər. Sən adım istəyirsən, mən dedim. Yox, adam da gözü fasıla verir. Ürək açılır, bir adam istəyirsə ki, danışırsın. Sinə dəftərdir. Yenə hər bizə təşəkkür edirəm ki, yəni çalışanın əlaqələri kəsməyək. Əgər kimlər nəsə əlaqəz varsa, danışırsınızsa, hansı ki biz görə bilmirik, məlumatımız yoxdur, olsun xanımlardan, olsun ki, yəni uşaqlardan, kimlər varsa çalışın ki, biraz da toparlanar, biraz da çox olsun sayımız, əlaqə saxlayaq. Həmişə xeyirli işlərinizdə inşallah. Sağ olun, var olun, hələ davam edir də inşallah söhbət edəcəyik. Mənə elə gəlir ki, buradakı kollektivin hamısı gedəcək də. 1-2-3 nəfərdən başqa. 3 nəfər xaricində burada hamısı gedir. Şirin yuxulardan dönüp şıldak keçik kıza sevinciyle yürürəm doğma məktəb yollarında bir vaxt sənin sözlərinə gizli gülərdik biz deyəndə ki vaxt gələcək bu günləri anacaqsın əziz müəllimim dediklerin doğru imiş sətir sətir ne olar sen o günleri birce anlı geri getir aziz müəllimim dediklerin doğru imiş sətir sətir ne olar sen o günleri birce anlı geri getir aziz
Güzel, güzel. Ben burada oturuyorum. Arkada çile yapmışlar. Birinde oturalım. Öpsün karar oldu kulağını. Həsən get otur yerində. Get otur yerində. Mirzara, sən get bu yüzden otur. Çok uzanıp getmişsən. Get bu yüzden. Uçuş oturunda. Mirzara, get şunu atam getirmezsin ayıp. 2 saatten sonra geleceğim üzerine. Gittim kayda bilmedim. Kafa bilmedim o tağlara. Burada da yer var, gelen biraz fazla. Burada 3 tane yerde kaklar. Geçin gel, 2 sonra keçiyoruz bura. Nasıl gel bura? Ne temizliği? Sen de yapma keçiyor bura. Çok da O qabı. sen de burada işlemeyeyim sen. Artık da bir evet artık da o mənada şərik. Akif gel. Nətərdir? Sakin olacaqsın. Səsin gəlmir. Xətti oxuya bilmirik. Tez et. Belə nətər yazsan WhatsApp-da xətti oxuya bilmirik. Ona görə mən açmıram ki, aparatım. Abi gezdirmeye kim aslında damlıyor. Yox, bu birinci savaşda. Yeməkdə davat alır. Ha, şordan çörəkdən doyunca yeyim, belə qazan da indi hazır olur da, darıxmı? Qazan etibarı yox. Doyunda bizə şarı yedirdiklərindən sonra qazan. Zabit 64 kadarlık. Rasimlə Zabitin ad günü eyni gündədir. Kimlər? Allah şükürlə bunu. Nəsə yox, hə. Gözə sözə baxan nə deyir? Neyse o yatıp deyip de gelsin de. Kimden çıktı? Gəlməz sonra. Gözə nə belə demir də. Ne saptı ben? Rasim keçən dəfə deyir. Telefon versek Nəsir o Rasim. Arzuladığım şeylerin hamısını ben deyirəmsə deməli özümə qayıtdım söz. Və deyirəm ki, o gün olsun sizin gələniki tədbirinizdə iştirak edeyim. Özümə ömür arzulayıram həmçinin. Sizinlə yanaşı, həm də özümə ömür arzulayıram mən burada ki, Allah ömrümü verir də artıq ki, bunların növbəti tədbirində də mən iştirak edəyəm. İnşallah. İndi mən növbəti demirəm. Allahdan arzu edirəm ki, ürəyiniz istəyən qədər və imkanı çatan qədər. İmkan nəyə deyirəm mən? İnsanın imkanı nəyə deyirəm? İçki səndən soruşurlar ki, bu içki içməyin şərtləri nədir? Deyir, birinci canın sağlığı. Canın gərək sağlığı. Deyir, bəs ikinci nədir? Deyir, cibin puludur. Cibində gərək puludur. Üçüncü nədir? Deyir, yaxşı yoldaşların, dostların gərək olur ki, onu imkançəsən. Bu imkanlar daxil olmaqla Allah hamımızın canında sağ eləsin. İmkanlarımızı da qol eləsin. İldə bir dəfə imkan yaratmaq, mən elə bilirəm ki, heç kim bunu deyə bilməz ki, mən bunu eləyə bilməm. Bu mümkün deyil. İldə bir dəfə qabaqlar evlərdə pişik olardı, yarıq, kassa deyirlər, 20 köpük atırdılar onun için. İndidən başlayıb 20 köpük atsız, 200 manat pul düzələcək, ilin sonunda yadınıza qalsın. Allah ömrü versin ki, bu üç dediyim şeylərin heç biri əlimizdən alınmasın və bu tədbirləri biz uzun müddət keçirə biliriz. İnşallah. Allah hamımıza can sağlığı. O cümlədən özümə. Allah razı olsun. 2 gün eləyəyində, yəni bir Yazıq gedib apar bilirsən nə deyir. Şamaxıya o 19-onda getdiyimiz yerə, nə bilim, harasa Həmin biz. yerlərdə Allah haqqı mən o gün dedim də. Mən əl bayramdan qırağa çıxmamışam, Allah hamd Portalası var da burada. Yerdən ötürüyə narahat olmuyor. Yer tapmaq mənlik. Dur hardadır? Yer tapmaq mənlik. Amma yığışmaq siz ikə. Şamaxı İsmaildə Mərdi yoxdur. İsmail Bədələ hara deyir? Müəllim, icazə olar bir kəlmə söz deyim. İcazə var. Yox, mən birinci sözdən sonrasan icazəyə sizə vermişəm. Orta. Uşaqlar, Allah hamımızın canını sağ eləsin. Sağ ol. Bir daha hamımızı xoş gördük. Sevda, Allah düz sizin eləyir, hamınızı- uşaqlar deyir.
hamımızın canı sağ eləsin. Valla mən için ən sevincli günlərimdən biri. Yəni hələ kollektivimiz hamısı yerində deyir məsələn. Ürəyimiz istədiklərinin bəlkə də bir 50% hələ yoxdur burada. Yenə də sizi görmək bizim üçün xoşdur. Allah can sağlığı versin hamıya. Sən bu illəri qoşulan sinif yoldaşlarımız var. Allah hamıya ömür versin. Allah hamıya şadlıq qismət eləsin. İnşallah onların hamının şadlıq məclislərində, imkanımız daxilində iştirak edək. Allah sənin də balığı xoşbəxt eləsin inşallah. Allah hamıya can sağlığı versin. Allah xoş oldu hamımızı görmək. Bugün indi aramızda olmayanlar da var. Müəyyən səbəblər. Hə, Allah onları dünyadan köçənlərin Allah rəhmət eləsin. Hə, bugün xoş günlərimizdən biridir mənim üçün. Allah hamımızı var eləsin. Sağ ol qardaş. Ha valla burada 2 dənə ən yaxın qohumum var Pərvanə ilə rəsmiyə. Onları mən bəlkə 30 ildir, 40 ildir görürəm. Nə yaxşı. Allah köməyiniz olsun. Bizi görüşdürdünüz. Rəsmiyəni mən Allah keçən dəfə Ramizin qardaşının hüzurunda gördüm. Bir qəfil yüzə gəldik. Salamlaşdıq elədik. Neçə illərdir görürəm. Sağ olun. Sağ olsunlar, var olsunlar. Gəliblər çox gözəl. Əlavə kimi olmasın, Rabi. Mənə də dəvət edirəm, təşəkkür edirəm. Sən sağ ol ki, gəldin. Gəlməliyəm, vaxt bir qədərində tutur. Ən aktiv nümayəndə özü var, deyirəm sizə. Onun gecənin yarısında da dəvət edirsiniz. Akif də qoşuldu, valla Akif də indi. Akifin demə tədbiri var bir şey o hazırlık görürük. Bizim xəbərimiz yoxdur. Valla müəllim mənə indiyə qədər deməz. Düzdür, günahlardadır. Qalmışdı oradan bak, pas atmışdı. Bir sefiliydiler. Koşublar kim? Fideler trafeti kimi kalmıştı orada. Orucu peşe bilmə böyük şey. Valla şər olmalı. Ona görə özümü öldürürəm. Bir əl failniyə durmuşum, ayaq vurub, bağırım çatdı. Özümün özümü cavab verəcək. Yok işimiz. Gəlib gəl oradan. Orada 8-ci çocuk eləsə. Burada elə bu yüzden quraram. Ne danışıyorsun? Ne danışıyorsun? Hadi hə. Mesela biraz istediğin doğru sərinliği var orada. Çıkarabilir mi? Yemək olan nə? Hər kəvariyyət mənlidir o barədə. Mənim olmayan balıqdır ona qurban. Əlavə ona hesab vermişəm. Rafik nə danışırsan? O yakın götür bakalım. Sağ ol, hadi. Hə, maraqlıdır. Mən ona da böyle sözüm deyim. Bir anda sen özün fırlanca boyda bu tarafa. Deme. Temizler onu. Mecbur değil. Bizlərə gel. Sana oldu. İnşallah. Bana söz verirsen de. Arzu eləmişsin də. Ya. Arzu eləmişsin. Ben dilimi götüreyim. Allah sana götürsün. Zəhra, seni tez göndereceğim jurnal gazetesine. Git. Allah canını Güzel çoxlu dua edin. Allah şizavan deyil. Güllerin götürürler. Onların da olsun. Allah canımıza değmesin. Güllerimiz başlayın. Hoş oyundan, saz günlerimizde, uzak ülkelerden haberleriniz gelsin, yaxşı işleriniz olsun. Belki bizi de yada salasın, bizden geliyorsunuz. Allah salamat eləyəsən, kesilməsin. Sağ ol. Yaşıyorsun da be. Suda belə həmin suda bir də bir müəllimi istəndirəcək bu dəqiqə. Allah sağ olsun. Sağ ol mənim. Allah sənə eylesin. Allah köməyiniz olsun. Allah yüzünüzü ağ eləsin ki, elə beləsin. Sizdə mənə deyirsin. Allah sağ olsun. O ömrünə deyim. Mart ayına hinduşka söz vermişsən də bilirsən. Mart ayına hinduşka söz vermişsən. O günlər dedi, bir təzə hinduşkalar çıxıb. O vaxt dedim gecikmişəm. Burada bir müəllimim var aşağısı. O vaxt dedim ki gecikmişəm. Yox. Yox, söhbətini eləmişim. Ay bəs sana. Sağ ol. Rasim ağzı olanı sen aktarmayaq. Bizə salam ver. Yandır günə bir dənə olar. Telefonla da var. Bak bak da kimin fonogrammasında Hinduşkan sesi geldi biz ona müracaat ettik. Biz onu bilmedik.
müəllim-şagird münasibətlərini qoyduq kənara. Allah Taala bu yeyib içməyi insan üçün yaratdı. Heyvanlarda yeyib içməyi. Orayı, bunlar instinktdir, instinkt. İnsanın da bəzilərində instinkt var. İnsan bilir ki, mən ölməmək üçün yeməliyəm. Amma nə yeməliyəm, o müəyyən qism adamlara. Biz həmişə yediyimizi, içdiyimizi, oturub durduğumuz adamları seçirik. Ona görə də bizə şuurlu insanmış. Bizə seçim imkanı verir. Bəli. Onu Allah Taala yaradıb və bizi böyle. Allah Taala bizi için bunu yaradıb ki, yəni bizim seçim imkanı verir də ki, mənim Əlfaidən xoşum gəlmir, birisi onu oturur. Adildən xoşum gəlir, mən adillə olmaq istəyirəm. Yəni bu seçim imkanı ancaq insana verirlər. İnsan, bax, 8 nəfərə gedib oturmuşuq. 9 nəfər adam oturmuşuq. Bu bizim için imkan yeridir ki, biz münasibətlərimizi bir-birimizə bildirə bilək. Münasibətlərimizi bir-birimizə. Çünki biz bilirik ki, o qədər seçilmişik ki, biz bilirik ki, mən dediyim Əlfailin ürəyindən keçəcək. Əlfailin dediyi şeyini onun ürəyindən keçəcək. Onun ki, sakinə üzdə biruzə verməsək də ürəyimizə inciyini qalmayacaq. İnsanı da fərqləndirən, xüsusiləşdirən o qabiliyyət. Səhər-səhər mən elçinin münasibəti görürəm, indiki münasibəti görürəm. Səhər-səhər o az qalmışdı ki, mayısı parçalasın. Donatırım da, gömürə baxır. Amma yox, onda da haqq var. Allah hamımızı Allah sizi var etsin. Sağ olun. Allah sizə müəllimə Allah can sağlığı versin. Sağlam həyat. Amin. Allah arzunuzu yerinə yetirsin. 15 il, 5 il insan sağlam yaşayır. 100 il lazım deyil. Mən həmişə evdəkilər də demişəm, balalara da deyirəm, nəvələrə də, yoldaşıma da deyirəm, bir üstə var. Allah verən özü bilər, nə qədər verim. Ancaq mənim Allahdan bir arzum var. Məni ayaq üstü öldürsün, yəni yeriyə. Sağ-salamat olub. Mən heç kimə əziyyət vermək istəmirəm. Allah canını sağ olun. Sağ olun. Sağ olun. Var Allah canını sağ eləsin. Əla. Qızlar da gəlsin, danışıb yekunlaşdırın. Ailəmiz. Əvvəla hamınızı xoş gəlmisiniz. Sağ olun. Belə hamınızı bir yerdə görmək mənim üçün çox sevinçli oldu. Həqiqətən. Mən elə iki daşın arasında da olsaydım gələcəkdim. Çünki elə mən Sən olsa iki daşın arasındasan. Elədir vallahi, elədir. Allah bütün Özü Göyçayda deyəsən tufan olub, bizim xəbərimiz oldu. Yaxınlardan sel olub. Sırağa gün. Mənim oğlum orada sesiyadaydı, texnikumda oxuyur orada. Bir babam, bir qırğın başladı deyir, bir müsibət başladı deyir orada deyir. Nə qədər ağaçsınım deyir. İnşallah. Axırıncı olmasın bu görüşümüz, axırıncı olsun. Allah hər bizə can sağlığı versin, xeyirli ömür versin. Nəvələrinizi qorusun, evlatlarınız xoşbəxt olsun. Subay balalarımıza inşallah toy qismət olsun. Sağ olun, var olun. Allah sənin bu duaları bizim üstümüzə nəsik eləmədi. Sən bizim dəyərli bacımızsın. Sağ ol, var ol sevdən. Məlahətlə onu qədər dua eləyən yoxdur. Rəsmiyə də qatın ora. Bundan da sonra qoyun sizə dua eləsin. Valla mən doyunca qrupda eləmişəm bəs. Mən də deyirəm. Deyirəm eləmişsiniz. Orada nüvət yoxdur. Nə qədər eləsin yeri var. Rəsmiyə də qatın qoyun, biraz da oldu. Mən də deyilən şad sözlərə qoşuluram. Hamınızı xoş gördük. Çox şad oldum 43 ildən sonra hamınızı bir yerdə görməyimə. Allah eləsin, həmişə Allah canınızı sağ eləsin. Gələni də bu vaxtda burada yarışaq görüşürük. Günümüzdə müəllimə də Allah can sağlığı versin. Yox da mən sözümü demişəm. Mən də deyirəm, bu deyilən sözlərə qoşuluram. Yenə də gələn bu vaxtda yenə bir yerdə görüşək inşallah. Amma ki, Gülmirzə müəllim demişkən, dərs zamanı o maraqlı olar, zəngin səsini eşitmək, uşaqları görmək, sinifləri gəzmək. El olsun. Bilirsiniz, hamı işləyir burada müəyyən. Hamı deyəndə əksəriyyət işləyir. Mən də yenə hər birinizə təşəkkürümü bildirirəm xanımlara, müəllimimizə, uşaqlara, hər birinə ki, gəlib iştirak elədiniz. Gəlmə dəstində borcumuz hər birini iştirak eləməliyik. Neçə illərdir münasibət qurmuşuq, neçə ildir bir-birimizi tanıyırıq. Zabitin söz olmasın, bir elin obamı evlatlarıyıq, cəmaatıyıq. Əksəriyyətimiz də götürsən bir-birimizə qohumuq. Yəni bu əlaqəni mən çox istəyərdim ki, qoruyub saxlayaq, daha da genişləndirək. Qrupda olmayan, yəni ki, bizim yaratdığımız qrupda olmayan dostlarımız var, yaxınlarımız var.
onlarla da əlaqələri möhkəmləndirək və belə tədbirlərimizdə çalışaq ki, onlar da iştirak eləsinlər və onlarda da müəyyən bir stimul yaransın, bir həvəs yaransın ki, gəlib belə tədbirlərdə iştirak edə bilsinlər. Yəni hər birinizə təşəkkür edirəm. Bu gün şəxsən mənim üçün çox xoş oldu ki, sizlərlə bir yerdə oldum, sizlərlə bir paylaşdıq. Bir tikə çörək kəsdik, bir necə bir qismə çörək yedik. Sağ olun, var olun. Həmişə belə xeyir işlərdə görüşək inşallah. Həmişə xoş sadalarınız gəlsin. Mən deyim də, mənim gec-gec görünməyimə baxma. Həmişə üzləyəm. Yox. Bütün insanlara böyük hörmətim var buradakı ot əyləşənlərə. Onların hər birinə öz qəlbimdə ayrıca yerləri var. Görünməyimə baxma. Ancaq ürəyim süzləndir. Sağ ol. Narahat olma. Bir dənə belə pis çıxmasın. O divə deyirlər tükürünə bir yandırım burada olacam. Ha. Bu nağıldağı kimi. Bir dənə zəng gələn kimi mən buradayım. Onda gedəndə bir iki dənə tükürürəm. Sivur kuşu kimi. Bir iki dənə tükürürəm. Baxdım bir şey yox. Qalıbsa verərsən. İki dənəsi var, saxlamışam. Mən yoldaşlar sözə qoşurlar. Allah hamımızın sağ eləsin. Şəxsən mənim üçün də bu günlər çox xoş oldu. Həm də gözlənilməz oldu. Çünki burada eşitdim ki, bir dəfə də bu görüş keçirilib. Dəvətə görə şəxsən Rafiyə təşəkkür edirəm ki, məni yaddan çıxarmayıb, axtarıb tapıb. Gəlmək onsuz da borcumuzdur. Əgər yaşayırıqsa, sağlam olsa, sağ olsa gələcəyik. Harda olsa, tək şadlıq olsun. Allah hamımızın sağ eləsin, hamımızın xeyir işləri üzrə rastlaşaq. Allah Gülmüzə müəllimimizin sağ eləsin ki, elə bu vaxtı gəlib bizə əyləşir. Sağ olun. Sağ olun. Bax, dəyərli sinif yoldaşlarım, bacılarımız, qardaşlarımız. Bu günləri yenilik oldu, bacılarımızın biri də gəldi. Rəsmiyə bacımız çox sağ ol deyirik ki, bu günləri iştirak elədi. Və qeyri bu günləri burada iştirak eləməyən bacı qardaşlarımızdan var. Allah onlara can sağlığı versin, normal can sağlığı. Və növbəti görüşlərimizə arzu edirəm ki, bir ekibimiz daha bir böyük səviyyədə olsun. Bundan da təmtərəli bir tədbir keçirdək. Əlbəttə, burada bunun ərsəyə gəlməsində bu qardaşlarımızın əksəriyyətinin məsələn, burada əziyyətləri var. O telefonla danışıb bunları idarə eləməyin özünün xüsusi yeri var. O cümlədən bir onların simasında yetişini, Rafiqi xüsusi demək istəyirəm. Yəni, müəyyən şeylərə lazımdır münasibət bildirsin, bu ərsəyə gəlməsində. Başda Gülmüzə müəllim olmaqla, əlbəttə, onun idarəçiliyi var burada, böyük idarəçiliyi var. Mən fəxr edirəm ki, qardaş, belə dəyərli sinif yoldaşlarım, qardaş bacıların arasındayım. Hörmətli belə bir müəllimin yanında oturmuşam, mən bundan fəxr edirəm. Sizlərə möhkəm can sağlığı, evlatlarınıza xoşbəxtlik, nəvələrinizə gümrah, xoş əhval-ruhiyyədə böyüməsini arzu edirəm. Sağ olun. Allah ruzunuzu, bərəkətinizi bol eləsin, Allaha əmanət olun. Sağ ol. Deyəsən mənim birinci təşəkkür edirəm hamınıza ki, mənim ömrümü bir ildə artırdınız. Sağ olun. Allah canlı səvər. İnsanda keçmişə qayıtmaq hissi bir neçə ildən sonra yaranır. 40-50 yaşdan sonra yaranır. Yəni 40-50 yaşa qədər kim ki toplanır bir yerdə, onlar məcburi müəyyən qism toplanırlar. Amma 40-cı, 50-ci ildən keçmişə qayıtmaq nə mənada? Ruslar ona nostalgiya deyirlər, nostalji hisslər deyirlər. Yəni, keçmişi arzulamaq, keçmişi xatırlamaq. Fransızlar deyib ki, insanın ömrü 2 qismə bölünür, 2 mərhələyə bölünür. Birinci mərhələ arzularla yaşayır insan, birinci mərhələdə. Ki, ay filan arzunu yerinə yetirim, ay filan arzunu. İkinci mərhələdə isə insan keçmişi xatırlamaqla yaşayır, xatirələrlə yaşayır. Bax, bizim artıq xatirələrlə yaşayan vaxtımız. Vay o adamın alına ki, keçmişdə xatırlamalı nəyisə yoxdur. Yoxdur. Boş səhifə boşdur. Bəli, səhifələr boşdur. Yenə də o Astrovskinin sözü, mən həmişə misal gətirirəm onu. O sözün yadınıza salmaq istəyirəm. İnsan gərək ona verilən nə qədər ömür, onu Allah bilir. O ömür elə yaşasın ki, sonradan geriyə baxanda boş keçən günlərindən ötürü heyfsizlənməz. Bax, ona görə ömrümüz, yəni arzularla yaşadığımız ömrümüz o qədər rəngarəng, o qədər dolu olmalıdır ki, xatirələrlə yaşadığımız dövrlərdə xatırlamalı nəsə qalsın. Bax, hamımıza xatırlamalı nəyisə arzulayıram, hamımıza. Yəni, insan gecə yatanda da keçmişi xatırlayır. Keçmiş günlərlə yaşayır. Ona görə də keçmiş günlərdə nə qədər xoş günlərin, xoş xatirələrin varsa, insan o qədər xoşbəxtdir. Sağ olun.
xoşbəxtliyi nədir? Mən onu həm Rəsul Həmzatovdan eşitmişəm, həm Nikolindən eşitmişəm. Həm də Əziz Nesin sözü olduğunu da bilirəm. Onun sözü, kök onun. Deyir ki, valla mən xoşbəxtliyi nədə görürəm, deyir. İnsan deyir, o vaxt xoşbəxt olur ki, səhər-səhər çox böyük arzu ilə, həvəslə işə gedir. Arzu ilə. Axşamda həmin arzu ilə, istəyinə evə tələsir. Həm ailə, bəli, əgər bu insanda bu deyilən iki şey varsa, insan xoşbəxt. Onu qoymamışdı ustadsa. Ne bileyim valla, belki de qoymuşam, bir neçə dəfə qoymuşam. Amma əslində Əziz Nesinin sözü. Niyə deməyək? Mən də danışmışam. Hamısını oxuyuram da. Əziz Nesinin sözüdür, amma onu 2 nəfər xatırladım. Rəsul Həmzatov da xatırladım. Nikolindən də bir xoşbəxtlik haqqında soruşam da o demişdir. Müəllim, Moskvada iştirak eləsən də bu əziz qardaşlarla, bacılarla çox mənə xoşdur, xoş gəldi. Allahım ya can sağlıq versin. Burada deyilənlər bütün o xoş sözlərə mən də şərik qoşuldum. Mənim 60 ildə ən xoşbəxt günlərimdən biridir. Yeganə biridir ki, bugün məsələn bu qardaşlarla, bacılarla bizi bir yerdə oturmuşuq. Bugünkü günümüzü qeyd edirik. Allah hamıya can sağlıq versin, Allah hamını xoşbəxt eləsin. Qoyun olsun, hamının balaları, nəvələrini toyun olsun. Sağ ol. Sağ ol Akif, Allah səni sağ olasın. Mən də bütün deyilən bu sözlərə, xoş sözlərə qoşurulam. Bəli, hər bir işin səbəbkarları kimi bu işin də böyük bir səbəbkarı var. Bu işin baş səbəbkarı Rafiq qardaşımız olub. Siftədəndən düzdür, bu qrupun yaradılmasında, bu qrupun qurulmasında belə bir əziyyəti çox olub. O cümlədən Gülmürzə müəllimimizin də. Yox, təşkilatçı o deyil. Məndən sadəcə təklif edeyim, mən də razılaşmışam. Yəni, var, Rafiq qardaşımın çox əziyyəti olub. Ona görə mən şəxsən bu qrupun yaranmasında Rafiq qardaşımızı inşallah başda alqışlayıram. Allah ona can sağlığı versin. Allah ona ömür versin. Onun bir tək belə balasını xeyişinə yığsa. Bəli, hamımıza bir sevincli gündür bu qrupun yaradılmasında. Xoş gündür. Həqiqətən bundan gözəl gün, buna sevimli gün ola bilməz. Çünki 60 il az ömür deyil. Bu ömür ki yaşamışıq, 60 il yaşamışıq. Yəni bu bir-birimizdən belə mehribansılıq, bu gözəl, xoş münasibət niyə desin də gəlir. Allah ömür verər, qismət verər. Mən deyirəm ki, elə bu davamçılığımız əbədi axıra kimi olsun. Yəni Allah təala bizə nə qədər ömür veribsə, yəni bu davamçılığımızı sürək, yaşayaq. Başda müəllimimiz olmaq şərtilə, Gülmüzə müəllim olmaq şərtilə. Yəni hamımız sağ olun, var olun, yenə xoş gəlmişsiniz. Təzə gələn bacı qardaşlarımızı da yenə alqışlayıram. Allah onlara can sağlığı ömür versin. Bir şey də vurğulamaq istəyirəm ki, bu yaxınlarda Sevdə bacımızın evladının toy məclisi olacaq. Ayın 17-si Göyçay şəhərində. Sevdə bacı təbrik edirik başdan. Allah xoşbəxt eləsin, yarın olsun, səni göz aydınlığı veririk. Sağ-salamat qoyacaq. İnşallah çalışılıq da iştirak edək. Adı ünvan atarsan. Ünvan atarsan, çalışılıq iştirak edək. Qaraməryəm Göyçay yolu gedərsən, görəcəksən. Qaraməryəm Göyçay yolu çox mən nə bilim, o qədər orada ev işi var. O istiqamətdədir. Bəlkə də 100 dəfə keçmişəm Qaraməryəm Göyçay yolu. Bir mübahisə eləmə, yəni oradadır. Yox, mən dəqiq ad yox, yox. Hamılı məlumat olacaq inşallah. Müəllim, adres başqa şeydir. Sevdə bacı, səni bir daha təbrik edirəm. Göz dolusu görəsən, Allah təala oyun sizə nəvə bir qismət eləsin. Amin. Qrupumuzun gözəl bacılarımıza belə sizsiz. Məlahət bacıdır, inşallah rəsmə bacımıza qoşuldu. Allah ona da ömür versin, can sağlığı versin. İnşallah subaylarımızın toyunda Allah təala hamımızı var eləsin. İnşallah həmişə xoş günlərə yığışalım. Sağ olun, var olun. Deyilənlərin hamısına mən də qoşuluram. Bütün bu xoş arzular mənim də ürəyimdən gələn arzulardır. Bəli, nə yaxşı. Keçən də bir yerə toplaşmışdıq. Ancaq keçənkən nisbətən bu illəri daha çox mənə ləzzət edir. Sən yolundan daha çox xoşhal oldum. Birinci deməliydin. Rafiqi salamlayıram. Qızlara hələ salamlayıram. Gülmüzə müəllimi salamlayıram. Dönə-dönə oxumuşam. Yenə dedim, Çaşacaq indi qazaq ləhcəsində danışacaq. Sonra, yaxşı. var ol, nə yaxşı ki, bir halda ki, dediyim sözləri eşidəsiniz. Bir daha, bəli, var olun, sağ olun, nə yaxşı ki, varsınız.
Ne yaxşı bu qrup yaranıb. Bir də Allah sizlər Mən bunu yedim qadaq ləhcəsini deyərdim. Qaqa o ayna baxdı, mənə baxdı. Mən də ilk növbədə ölkədən kənarda olan sinif yoldaşlarımı salamlayıram. Sərrafı, Fəxrəddini, Teyyubu. Allah mənə səbəblər gələ bilmir. Başqa uşaqlar da var. Bölgələrdə gələ bilmir. Hamısına salam deyirəm. Hamısına can sağlığı, uzun ömür arzulayıram. Çalışıb, mən öz fikrimdir. Gülmürzə müəllimdən xasiyyətini öz olmasa oxşayaq. Təşkilatçılıq barəsində, dərs demək barəsində, böyüklük barəsində. Müəllimiz bir dənə olur, Adil, oxşaya bilmərik, bir dənə müəllimimiz olur. Yenə gec deyil. Ona görə Allah da onu başımız səs gəlir. Allah canınızı sağ eləsin. Amin Allah. Sağ olun. Adı sağ ol qardaşlar. Sağ olun, mən də bir daha hamınızı salamlayıram. Mən için də xoş oldu bu günlər sizinlə görüşmək, bir stol arxasında əyləşmək. Allah hamıya can sağlığı versin. Bugün mən də bu bir sözdüyümdə TikTokda bir yazı var idi. Deyir, getmişdim, deyir ki, mənə arzuladı ki, Allah sənə uzun ömür versin. Deyir ki, qardaş, mənə uzun ömür vermə. Allah uzun ömür verər, 5 illə, 10 illə yataq xəstəsi olaram. Deyinən ki, Allah sənə can sağlığı versin, sağlam can versin. Allah hamımıza sağlam can versin, ailə xoşbəxtliyi versin. İnşallah hamının belə xeyir işində, gözəl işlərində iştirak edək. Bir-birimizlə görüşəndə belə gülər üzlə, mehribançılıqla salamlaşaq, görüşək. Allah hamıya can sağlığı versin. Qardaş, sənə də Allah can sağlığı versin ki, gələni də gəlib çəkəsən bizi. Elə eləməsə bağlama olur mu? Enerji lazım.